Qədim bir əlyazmada bu sözlər yazılmışdı. Quzu dizlərinin üstünə çökərək anasını əmər. Qarğa öz yaşlı anasına yemək daşıyar. Bunun adına hörmət deyilir. Xoruzlar hər gün dan yeri söküləndə banlayar. Qaranquşlar hər bahar şimala, hər payız cənuba uçar. Buna sözünün üstündə durmaq deyilir. Yaşılbaş ördək və boz qaz cütü öldükdən sonra başqa biri ilə cütləşməzlər. Buna sədaqət deyilir. Bir maral yaxşı bir otlaq tapdıqda bütün maralları ora çağırar və onlarla paylaşar. Bir qarışqa yaxşı bir qida tapdıqda bütün qarışqalara xəbər verər. Bunun adı ədalətdir. Əgər bir insan bu fəzilətlərə sahib deyilsə, heyvanlardan aşağı bir səviyyədə həyat yaşayır deməkdir. İnsan olmaq isə mərhəmətli və səxavətli olmaqla başlayar.